Salam, əziz abituriyentlər və tələbələr. Bugün biz test toplusu da birinci hissədə olan so do I, neither do I tipli cümlələrin test izahlarına baxacağıq. Deməli, so do I tipli cümlələrdə bir təsdiq cümlədən sonra so do I, inkar cümlədən sonra neither do I tipli cümlələr gəlir. Və biz baxırıq birinci sualdan başlayaraq. Don't like. Burada inkar olduğu üçün inkar cümlələrdən sonra so işlənməz. Heç vaxt so və to işlənməz. Onlar təsdiq cümlədən sonra işlənər və özləri də təsdiq cümlə işlənər. Özlərində inkarlıq tələb etməyən cümlələrdə işlənirlər. D və Y variantında isə neither'ın özü inkarlı olduğu üçün doesn't-la işlənməz. Neither does my daughter. Sonra some people don't like long walks. Don't inkar olduğu üçün biz inkarları götürürük, yəni solar çıxırıq. Neither-dan sonra inkar gəlməz, qalar D və A variantı və birinci cümləmizə baxırıq. Feilimiz don't olduğu üçün was-u çıxırıq, qalır does. Yəni feillərin oxşar olduğuna, yəni feillər, köməkçi feillər eyni olmalıdır. Sonra we are planning təsdiq cümlə olduğu üçün inkarları çıxırıq, yəni either'lar çıxırıq, either'lar gedir, neither'lar gedir, qalır B və D variantı. Burada köməkçi feilimiz are olduğu üçün cavablarda da deməli əmizar olan cavab axtarırıq. Do olmaz, əsas feil olanda köməkçi do olur. Amma əmizarın özü olanda köməkçi də yenə özü olur. These hairdressers cut hair with special scissors. Cümlə təsdiq olduğu üçün either və neither'lar çıxırıq, qalır so do others, we do too. Yəni 1 və 2. 5-ci sualda Anna always says what she thinks. Təsdiq cümlə olduğu üçün either'lar çıxırıq və didn't inkar cümlədə to təsdiq cümlədə işlənər, inkar cümlədə işlənə bilməz. Qalır B və Y variantı. Feilimiz says olduğu üçün köməkçi is yox, köməkçi does olmalıdır, yəni Y variantı. Əgər is saying olsaydı, onun köməkçisi so is my olardı. 6-cı sualda we asked him təsdiq cümlədir. Either, neither'lar gedir, qalır C və Y variantı. Köməkçi feilimiz demək asked olduğu üçün köməkçi feilimiz were yox, did olmalı. Yəni C variantı. 7-ci sualda Sandra made a very good speech. Təsdiq cümlə olduğu üçün neither, either'lar gedir. Qalır A və Y variantı. Made feilinə görə yenə A variantını seçirik. So did the others. 8-ci sualda cümlə təsdiqdədir. Təsdiq olduğu üçün so didn't və neither'lar çıxırıq. Çünki so təsdiqdə işlənər 1 və 3 variant. 9-cu sualda I don't like spicy food. Deməli, cümlə inkar olduğu üçün təsdiqləri, yəni to-yu çıxırıq. Digərləri, deməli, my wife doesn't like it either. 1-də və 3-də either var və either inkar cümlənin sonunda işlənər, təsdiq cümlədə yox. Və neither-də cümlənin inkar cümlənin əvvəlində işlənər və B variant. 10-cu sualda we don't like fast food inkar olduğu üçün to işlənməz və either-də inkar cümlədə işlənər. Ona görə qalır 1 və 4. 11-ci sualda you are capable enough. Are təsdiq cümlə olduğu üçün deməli biz burada neither'lar olmaz, isn't-lar olmaz. Qalır D və Y variantı. So is my sister düzdür. Y variantında isə but əgər bizim cümləmiz təsdiqdədirsə, but-dan sonraki hissədə isn't qoymalıyıq. Yəni bu inkar olmalıdır. Ona görə bu da səhvdir. Qalır D variantı. But-da ziddiyyət olduğu üçün cümləyə baxır. Əgər təsdiq cümlədən sonrası inkardır, inkar cümlədən sonra isə cümlə təsdiqdir. 12-də we have to take a taxi. Deməli təsdiq cümlə olduğu üçün either, neither'lar gedir və didn't inkarlar gedir. Qalır so did we. 13-də has been təsdiq olduğu üçün neither'lar çıxır, hasn't-lar çıxır, has təsdiq olmalıdır. Yəni inkar cümlədən sonra inkar, təsdiqdən sonra təsdiq. So-da cümləsində ən diqqət olunması lazım olan hissə odur. Has been təsdiqdirsə neither'lar gedir, hasn't inkarlar çıxır, qalır has. Norman has told təsdiq cümlə olduğu üçün inkar çıxırıq, neither'ı çıxırıq, hasn't çıxırıq, qalır B və Y variantı. Cümləmiz təsdiq olduğu üçün but-dan sonraki hissə hasn't olmalıdır, inkar olmalıdır. İnkar olmadığı üçün burada səhvdir, qalır so has Sally. 16-cı sualda mother didn't let inkar olduğu üçün so'lar çıxmalıyıq. So
to'lar çıxmalıyıq. B və C variantı. Neither-in özü inkar olduğu üçün əlavə bir inkarlığa ehtiyac yoxdur. Neither did Kate olmalıdır. 17-ci sualda təsdiq cümlə olduğu üçün doesn't-lar, neither-lar və either-lar çıxırıq. Qalır A və C variantı. Feilimiz takes, T-ədir. Take əsas feil olduğu üçün is yox, doesn't variantı. 18-ci sualda I don't like noisy parties. Don't inkar olduğu üçün təsdiqlər çıxırıq. So gedir, qalır B və C variantı. Deməli, do does olduğu üçün is çıxırıq və don't da bunun köməkçisi does olmalıdır. 19-cu sualda Richard has got a new car. Təsdiq olduğu üçün inkarlar çıxıram. Haven't-lər çıxır və qalır so have I. 20-ci sualda engineers will discuss. Təsdiq cümlə olduğu üçün won't-lar çıxır. 20-ci sualda will go to the side. Deməli, either və neither-lar çıxır. Won't-lar çıxır. Qalır. Sadəcə so will did. David plays the violin very well. Təsdiq cümlə olduğu üçün inkarlar çıxır. Doesn't-lar çıxır. Doesn't-lar və neither-lar qalır. B variantı. 23-cü sualda Tom loves his uncle very much. Either-lar çıxırıq. Qalır hamısında so. Deməli, loves kömək feili do does olmalıdır. Əsas feil olsun. Əmrlər çıxırıq. Burada həm də əmr burada olmalıydı, həm də ümumiyyətlə əmr olmaz. Əmrlər yoxdur bizim cümləmizdə. So do I. 24-də My daughter sings very well. Təsdiq cümlə olduğu üçün isn't-lar çıxırıq. İnkarlar, either-lar çıxırıq. Qalır D variantı. Sings feil olduğu üçün is yox, does olmalıdır. E variantı. 25-ci sualda my sister paints well. Təsdiq cümlə olduğu üçün either-lar çıxar, neither-lar çıxar və təsdiq cümlədə baxaraq paints əsas feilimiz var. O zaman köməkçi do does olmalıdır. Does A variantı. C variantında is var, D variantında is var. Olmaz. 26-cı sualda didn't inkar olduğu üçün so to-lar çıxırıq və also da çıxırıq. Bunlar təsdiq cümlədə işlənir və either inkar cümlənin sonunda işlənir. Olmaz. Neither did I. A variantı. 27-ci sualda Paul doesn't like deyirsə, inkar olduğu üçün so, also və to-yu çıxırıq. Yenə either cümlələrdən də gəlib, səhvdir, qalar A variantı. 28-ci sualda təsdiq cümlədir. Ona görə də inkarlar çıxırıq. Neither-lar, doesn't-lar çıxır, qalır B variantı. 29-cu sualda we have to do everything in time. Deməli, inkarlar çıxmalıyıq. Doesn't-lar çıxır, qalır B variantı. So does Simon. Bruce didn't say anything. Didn't inkar olduğu üçün biz burada so, to-lar çıxırıq, qalır A və C variantı. Either inkar cümlənin sonunda işlənər. Didn't either olsaydı düz olardı. Ona görə qalır A variantı. 31-ci sualda Ben couldn't express his opinion openly. İnkar cümlə olduğu üçün so-lar, to-lar çıxır. Either də inkar cümlədə işlənir. Qalır A variantı. 32-ci sualda Molly didn't let me use her computer. Deməli, inkar cümlə olduğu üçün so-lar və to-lar çıxılır. Neither-lar, didn't ikisi bir inkarda olmaz. Bir yerdə qalar C variantı. Neither did Ted. 33-cü sualda Pamela never cut her hair. Never inkarlıq bildirir. Burada da bunlar olmaz. Qalar does və did arasında. İkisi də düzə oxşuyur və burada nəyə diqqət etməliyik? Cut hər üç forması eyni olan feillər var. Hər üç forması məsələn cut, got, let bu tipli feillər var. Bu tipli feillər həmişə bunlar deməli, indiki zamanda olsaydı Pamela never cuts olardı. Cuts. İndiki zamanda olsaydı o feilləri S qəbul edərdi üçüncü şəxsin təkində. Amma S yoxdursa, deməli bu feilimiz keçmiş zamandadır. Keçmiş zamanda olduğu üçün də does yox, did götürülür. Neither deməli did I. E variantı. 34-də Jill won't be late and won't inkar olduğu üçün to çıxıram. Neither-lə won't bir yerdə işlənməz. Won't belə deyil.
Qalır A və C variantında. Deməli, inşaat cümləsi inşaat olduğu üçün başdan sonra işlərə təşkil olmalıdır. Olmaz. Qalar C variantı. Her friends want either. Want inşaat cümləsi sonda. 35-ci sualda we couldn't remember the address. Deməli, couldn't inkar olduğu üçün olsunlar, çıxır və could feilimiz keçmiş olduğu üçün sən ona cavabda çıxırıq, qalır D və Y variantı. Cümləmiz inkar olduğu üçün başdan sonra could yox, could olmalıdır, qalır D variantı. They couldn't remember it either. 36-cı sualda he doesn't like olduğu üçün olsunu inkar deyil deyə çıxırıq. Və neither'dan sonra did ayrılmalıdır. Neither'dan sonra xəbər gəlməlidir. Sonra feil gəlməlidir. Müftədə gəlməlidir. Burada doesn't həm də gedir. Yəni bu dəfəndə götürür. Qalır A və Y variantı arasında. Batdan sonra tərsif olmalıdır. Yəni cümlənin inkar olduğu üçün batdan sonra tərsif olmalıdır. Yəni A variantı. 37-ci sualda she asked me to go with her. Təsdiq cümlə olduğu üçün neither var. Neither'lar gedir və qalır D variantı. Deyə bilərsiniz, burada bax var. Baxdan sonra inkar olur, amma bu sözlər görə olsun, olsun. Təsdiq cümlədə işlənir, inkar cümlədə işlənə bilməz. 38-ci sualda has made olduğu üçün neither'lar gedir, qalır D və Y variantı arasında. Has made, has'ın sonra üçüncü forma gəlirsə, bunun köməkçisi ilə have has'ın özüdür. Bu olacaq Y variantı. Deməli, my scissors aren't sharp inkar cümlədir. Deməli, inkar cümlə olduğu üçün to'lar çıxmalıyıq. Qalır A və Y. Neither də inkar cümlənin sonunda işlənir, qalır A. Neither are hers. 40-cı sualda I have to wash my car once a week. Təsdiq cümlə olduğu üçün hamısı təsdiqlədir. Neither çıxırıq, yerləri qalır. Deməli, burada have to-dur, have to feili olanda deməli, have-dən sonra isim ya to gələrsə, onun köməkçisi deməli to olmalıdır. Yəni, burada have has çıxmaq lazımdır. Have has bir dənə adı çıxır, qalır 2 və 4. C variantı. 41-ci sualda Techniques moving to London. Burada apostrof ing gəldiyi üçün bu izin çıxmasıdır. Yəni, so is Barbara olar, amma so has olmaz. Əgər moved olsaydı, has moved ola bilərdi. ING olduğu üçün biz iz götürürük. Sonra yenə burada has çıxırıq, izi götürürük. Yəni 2-3 D variantı. Mark's looking for another job. Təsdiq cümlədir. Cavablarda da təsdiqlik var. Apostrof S-dən sonra yenə ING gəldiyi üçün həzlər yox, izlər götürməliyik. Qalır D. The hunter cut some wood to make a fire. Deməli, təsdiq cümlədir. İnkarları çıxmalıyıq. Didn't-lar, either-lar çıxırıq. Batdan sonra inkar gəlib bunu saxlayırıq. The boys did too. Deməli, 1, 2 və 5 olur. Deməli, to inkar cümləsi, təsdiq cümlənin sonunda işlənib. So təsdiq cümlənin əvvəlində işlənib. Batdan da sonra inkar olub. Çünki cümləmiz təsdiqdir deyə onun tərsi olmalıdır. Yəni 1, 2, 5. Dördüncü sualda Mary put much salt into the soup. Təsdiq olduğu üçün either-lar çıxır, didn't-lar çıxır və did our cook düzdür, our cook did too, bu da düzdür, but our cook didn't düzdür. Çünki tərsi olmalıdır. Deməli, 1, 2 və 5 D variantı. Kate never eats chocolate. Never inkar olduğu üçün biz burada so və alsonu çıxırıq. Neither do I olur və bir də batdan sonra təsdiq olur. Çünki cümlə inkar olduğu üçün. Yəni 2 və 4 D variantı. 46-cı sualda they haven't formally announced their engagement yet. Deməli, cümləmiz inkar olduğu üçün biz burada so, so'yu çıxırıq. Either inkar cümlənin sonunda işlənir, onu da çıxırıq. Qalır A və C. İnkardan sonra təsdiq olar, düzdür. Amma burada haven't feilimiz var deyə bunu inkar batdan sonra we have olmalıydı. We have olmadığı üçün səhvdir, qalır neither have we. A variant. We usually have breakfast at 8. Deməli, have breakfast təsdiqdir. Doesn't-lar, either-lar, don't-lar, didn't-lar hamısı inkarlar çıxır, qalır
So does Ben. E, 48-ci sualda cümlə made, təsdiq cümlə oldu olsun. Neither, neitherlar, didn'tlar çıxırıq, qalır B variantı. I have to accept their suggestion, have to təsdiqdir. Eitherlar çıxır, neitherlar çıxır və have to təsdiq indiki zamanda olduğu üçün did olmaz, qalar A və D variantı. Deməli, to da inkar cümlədə işlənməz, ona görə çıxırıq, qalır D variantı. Deməli, 50-ci sualda I have to make təsdiqdir. Deməli, inkarlar çıxmalıyıq birinci. Sonra have to indiki zaman olduğu üçün did çıxmalıyıq və to inkarda işlənməz çıxmalıyıq, qalar E variantı. I have never seen such a wonderful landscape. İnkar cümlə olduğu üçün biz burada solar gedər. Neither-la inkar cümlə bir yerdə işlənməz, inkar feil olmaz, çünki öz inkardır. Və buradan sonra have-dən sonra have never seen. Have-dən sonra feilin üçüncü formasıdırsa, köməkçi elə have-əzin özü olmalıdır. Qalır A. I have never heard such a music. Yenə have never inkardır. İnkar olduğu üçün solar çıxırıq. Deməli, either cümlənin sonunda işlənməlidir. Qalar B və C variantı arasında. Have-dən sonra heard feil gəldiyi üçün köməkçi yenə have-in özüdür. Did olmaz. 53-də I wonder what the chief means. Deməli, cümlə təsdiq olduğu üçün either olmaz, neither olmaz və inkar cümlədə to olmaz. Deməli, qalar C və Y variantı. Cümlə təsdiqlənsə baxdıqdan sonra inkar olmalıdır. Qalar C variantı. So do we. I don't know how to help her. Don't inkar olduğu üçün solar getməlidir. Və öz inkar olduğu üçün batdan sonra təsdiq olmalıdır. Either isə inkar cümlənin sonunda işlənməlidir. Yəni we didn't either. Cümlə tərs olmalıdır. Qalır neither does anybody else. A variantı. 55-də I don't know what to do in this situation. Don't inkar olduğu üçün to və solar avtomatik çıxır. Either inkar cümlənin sonunda işlənir, çıxırıq. Özü inkar olduğu üçün batdan sonra bunun təsdiqi olmalıdır, çıxır. Qalır D variantı. Neither does anybody else here. You never work on Sundays. İnkar cümlədir never. Solar gedir, also gedir. Deməli, neither does Tom və but I do. Çünki cümlə inkarlıdırsa batdan sonra təsdiq olmalıdır. Yəni qalır C variantı. 57-ci sualda you never answer his messages. Deməli, never inkar olduğu üçün deməli, so çıxır, also çıxır, qalır 1 və 3. Yəni D variantı. 58-də never inkar olduğu üçün so və to çıxırıq, qalır 1 və 4. 59-cu sualda never inkardır, inkar olduğu üçün so və to çıxır, qalır 1 və 3. 60-cı sualda has to təsdiqdir, neitherlar çıxırıq və deməli have to-dan sonra deməli have to, has to-nun köməkçisi həmişə do does olmalıdır, have yox, so do I olur. Batdan da sonra bu inkar olmalıdır. Yəni cümlə təsdiq deyə batdan sonra inkar forması olmalıdır, qalır Y variantı. Has adapted təsdiqdir, təsdiq olduğu üçün inkarlar çıxmalıyıq. Deməli, so-dan sonra she also did, burada has-dirsə, has adapted-dirsə, deməli feil gəlibsə, bunun köməkçi elə have-əzin özü olacaq, didlər çıxırıq, qalır so has she. 62-də she plays tennis like a professional. Deməli, təsdiqdirsə, eitherlar çıxır, qalır 2 və 4. Jane has never heard about this company before. Never inkar olduğu üçün dolar çıxar və bat var 1 və 4-də. Cümlə inkar olduğu üçün batdan sonra təsdiq olar deyə. Düzdür. Hasn't either düzdür. Neither has düzdür. 4 variant. Deməli, she never behaves so. Never inkar olduğu üçün solar çıxır. Buradakı bir şey diqqət edək. Buradakı belə, burada behave, so-da özü var zaten, bu belə mənasını verir. Buradakı so bizim so ilə, bu so ilə fərqlidir. İnkar olduğu üçün biz bu cümlənin əvvəlindəki so-yu, also-nu çıxırıq və to cümlənin sonundakı to-yu çıxırıq. Deməli, never behaves indiki zamanda da did olmaz, do does olardı, qalar B variant. I never behave so either. He put no questions to us. Deməli, no vardı, inkardır. Also-nu
sonu və suyu çıxmalıyıq və does və does və did arasında qalırıq. Deməli, orada nə etməliyik? He put. Dedik, put deməli, formatda eyni olan isimlər olanda biz nəyə baxırıq? Əgər üçüncü şəxsin təkində baxırıq. He put indiki zamandır, he put deməli, deməli, put demədiyi üçün bu does yox, did olmalıdır. 66. Mike has forgotten to shut the window. Təsdiqdir. Ona görə inkarları, həzrətləri, neitherləri çıxırıq, həzrətləri çıxırıq. Təsdiq olduğu üçün batdan sonra inkar olmalıdır. Qalır so has Jack. 67-ci sualda we haven't done the ironing yet. İnkar cümlə olduğu üçün so çıxır, solar və tolar çıxır. Neither'ın özü inkar olsun, inkarla işlənməz. Qalar D variantı. 68-ci sualda I don't understand this rule. Deməli, cümlə təsdiq inkardadır, inkar olduğu üçün neither do I don't either. Soları çıxmalıyıq. 2 və 4 olmalıdır. Sally knows English and French. Deməli, English və fransız dilini bilir. Deməli, təsdiq cümlədir. İnkarlar çıxırıq. Qalar so do I. Bir də 3 və 4. Norman studies history təsdiqsə neitherlar gedir, don'tlar gedir. Qalar 3 və 4. B variantı. 71-də was not guilty inkar olduğu üçün biz to'lar və so'lar çıxmalıyıq və neither-la wasn't inkar yerdə işlənməz, qalar neither was that girl. Diana was not diligent inkar olduğu üçün to və so'lar çıxır, neither inkarla işlənmir, qalar D variantı. My mother always gives me good advice. Təsdiq cümlə olduğu üçün inkarlar çıxırıq, neitherlar, eitherlar çıxırıq və təsdiq olduğu üçün batdan sonra inkar olmalıdır, tərsi olmalıdır. Yəni qalır so does Nick. Steven never writes to anyone. Never inkarda, inkar olduğu üçün biz burada so, alsonu çıxırıq. Deməli, writes deməli, təsdiq indiki zamanda olan bir feildir, did olmaz və köməkçi is olmaz, do does olmalıdır. Yəni neither does Jessica. Tom never misses a chance to going to the party. Deməli, never inkar olduğu üçün burada to və so'yu çıxırıq. I don't either olmalıdır. Either təsdiq cümlədə işlənməz. Qalar A və C. Never misses indiki zamanda olduğu üçün did yox, do olmalıdır. A variantı. 76-da they have never called me. Never inkarda, inkar olduğu üçün to olmaz, so olmaz və either inkar cümlədə işlənər, qalar batlar. Özü cümləmizin özü inkar olduğu üçün batdan sonra da onun təsdiqi olur. But she has. 77-də has never inkar olduğu üçün, inkarda olduğu üçün to, so'lar çıxırıq. Butlar qalar, either inkar cümlədə işlənməlidir. Və cümləmiz inkar olduğu üçün batdan sonra da bunun təsdiq versiyasını qoyuruq. 78-ci sualda isə Mike doesn't make his bed inkar olduğu üçün so çıxır, digərləri qalır. Neither'dan sonra doesn't inkar gəlməz. Neither does Tom, bir də Ted doesn't make his bed either. 1 və 4 cavabı qalır, C variantı. Bu qədər, hörmətli izləyicilər. Gələn videomuzda görüşənədək sağ olun.